Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Royal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə verilən hökmə əsasən Royal Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ildə Tovuz rayonunda baş verib. Məlumata görə aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, 2002-ci il təvəllüdlü Royal Tağıyev aprelin 18-nin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb və onun bədəninin 70-80%-ni yandırıb. Türkanə Məmmədova Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb. O 3-cü dərəcəli yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi açılıb. Royal Tağıyev istintaqa cəlb olunub və barəsində həbs qəti imkan tədbiri seçilib. Royal Tağıyevin dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğlu olduğu bildirilir.